Tiraktur və Ustani kanalın arasında get-be-get dərinləşən davanın səbəbləri nədir? Nələrə yol açar? Azərbaycan səfirliyinin mühaciminin edamı Pezeşiyanın Bakı səfərindən sonraki çal meyvədir. Xameneyinin müzakirələrin qabağına qoyduğu daşı diplomatlar qaldıra biləcək ya yox. Cəfər Pənahi bu ilin Kənd Film Festivalında İranda görsətməyənlərin sözcüsü oldu. Mən Taha Şermani, xanımlar, bəylər, şirin çaya xoş gəldiniz. Tiraktur bu il qəhrəmanlığını ligin qutulmasına 2 həftə qala müsəccəl eləmişdi. Axır oyun Əhvazda yox Təbrizdə olsun deyə iki başqa arasında müzakirələr oldu. Ancaq İran Federasyonu buna icazə vermədi. Ona görə də Azərbaycanlıların şanlı timinin qəhrəmanlıq şənliyi, cəşni günlər sonra Təbrizdə oldu. Stadyumda dəhşət bir qalabalıq, dəhşət bir insan seli var idi. Rəqəmlər mütəfavitdir, amma o ki gördük, tarixi bir cəmiyyətin olduğu idi. Kapı verdikdən sonra cəmiyyətin meydana gəlməsi müxtəlif nəzərlərə bərabərində gətirdi. Kimilər bunu bifərhəngi dedilər, kimiləri organizasyonun yaxşı olmadığına etiraf elədilər. Əlbəttə bu səhnələr İranda qəribə deyil. İşte İranda da yox, Avropada da yəqin ki sosial mediada görmüsünüz. Bir çox ölkədə, bir çox yerdə belə həyəcanın yuxarı olduğu zamanlar tamaşaçılar meydana tökülür. Yaxçıdır, yaxçı deyir, heç mübahisəsinə girmirəm belə. Çünki ayrı bir şeyin üstündə duracağım. Bu hadisədən sonra başqa Ustani kanal, şəbəkə Ustani səhəndə qarşı bir bəyaniyyə paylaşdı. Bütün bu hadisənin birinci müqəssiri başqanın gözündə şəbəkə Ustani idi. Çünki istədikləri mücrülər, istədikləri şəkildə, bərnamədə gəlməsinə icazə verməmişdilər və şəbəkə Ustani buna mane olmuşdu. Təlvihən bəyaniyyədə, bəlkə də elə müstəqim, Tiraktur deyir ki, bu tablonun nəticəsi əslində şəbəkə Ustaninin əsəridir və şəbəkə Ustani bahis olub ki, bu mənzərə meydana gəlsin. Şəbəkə Ustani daha sonra bir açıqlama paylaşdı. Onun üstünə bugün çarşənbə günü yenə də başqa şəbəkə Ustani əleyhinə bir dana daha da kəskin bir dili ilə, radikal bir dili ilə bir bəyaniyyə paylaşdı. Uzun bir bəyaniyədir. Yəqin ki şəbəkə Tirakturun sosial media hesablarında bunu görəcəksiniz, amma ilginc nöqtələrə işarəsi var. Məsələn, bir yerdə deyir ki, milyardlarca 30 qismətlik seriala pul xərcləyir şəbəkə Ustani, amma başqanın Instagramındakı 30 saniyəlik bir video ondan çox-çox daha çox izlənir və davamında deyir ki, cəmaət elə futbolu, Tiraktur oyunlarını ayrı məcazi platformlardan izləyirlər, şəbəkə Ustanidən yox. Bunu nə qədər doğru olduğunu ölçmək texnik mənada mümkün olsa da, indi rəqəmləri dəqiq vermək çətin ola bəlkə. Amma yəqin bilirik, şəbəkə Ustani mənfurtərin platformlardandır. Bütün bu şəbəkənin hədəf kitləsi, qrup hədəf dediyi millətin arasında. Şəbəkə Ustani deyəndə zehnimizə gələn türküdə çox gözəl ayrı kəlmələr də var, amma ədəb icazə vermir ki deyəm. Amma ən təxfif verək, lap sadəsi bəlkə yaltaqlığın, sansurun, təhrifin vücud bulmuş olduğu muhtəvai səm'i bəsərisi olar şəbəkə Ustani Azərbaycan Şərqi səhənd. Hevi o ada ki gəlib ora. Amma bu münaqişə, bu arasındakı başqa və şəbəkənin arasındakı
gərginlik, gəlgit bəyaniyələr bir şey bizə göstərir. Deyəsən bir səfər əngizə nə olsa da, ki əngizə bizə çox da şəffaf deyil. Ola bilər ki, sabah elə cici bacı olsunlar yenə də gəlsin Ayzun Oğuzu da orada ərzişay inqilabdan dif eləsin. Ona görə məsələyə çox o mənzərdən ələ almamaq lazımdır. Əngizə nədir bir tərəfdə dursun, amma biləxərə bir səfərdə olmuş olsa, bu Türkiyədə deyirlər kraldan çox kralcı, bizdə də nökər şah bağışlayıb nökərəl çəkmir deyən sistemin qabağında dur deyən var. Tehrandan daha radikal, özbanışına hərəkət eləyib, bütün nəfrəti özünə mütəmərkiz eləməyi başaran bu Şəbiki Ustaniyə biləxərə bir yerdə bir nəfər dur deyib. İndiyəcən millət onu izləyirdi, həvaşinası, mədrəsə tətili, qar yağanda tətil olacaq. Bundan sonra ayrı bir əxbari ya bərnaməni millət oradan təqib eləyir ya yox? Cavabı bəllidir. İranda çox şeydə olduğu kimi bu işlər müştəri məhvər dəyir. Bu işlər bir müştəri və ərzə təqaza rabitəsinə dayalı bir məsələ deyil. Ona görə də baxaq görək bu davanın axırı haraya çıxacaq, amma o ki arxeyin görüb həssasiyyətlə təqib eləyirik, budur ki, biləxərə bir nəfər bu orqanizə yaltaqlığın qabağında dur deyir. Çünki bunun əzinəsini də, əziyyətini də biz çəkirik. Bu həftənin ayrı bir sürpriz olayı da xəbərgüzariyə Mizanın, Qüvvəyi Qəzaiyənin xəbərgüzarisinin verdiyi xəbərdir. 7 bəhmən 1401-də Azərbaycanın Tehrandakı səfirliyinə bir silahlı saldırı olmuşdu. Klaşnikov ilə bir nəfər hücum eləmişdi və qəribə olayların birinə şahid olmuşduq. Verilən xəbərə görə Yasin Hüseynzadə o olayın mühacimi edam oldu. Dey ayında hökmü təyin olmuşdu əslində. Bilirdik belə bir hadisə ola bilər, amma Pezeşkiyanın Bakı səfərindən sonra belə bir hökmün icra olması mənadardır. Cumhur-İslami və ətrafındakı propaganda ekibi çox çalışdı o zaman. Bir təhər bunu desin ki, xanivadici məsələ idi. İndi mən bilmirəm, siz xanivadici məsələlərinizi gedib ayrı bir sifarətə həmlə ilə həll eləyirsiniz ya yox, amma Cumhur-İslami bu məskərə sözü dedi və o ki, elə əvvəlindən bəri Azərbaycanın məqamlarının durduğu yer bəlli idi ki, bu bir silahlı saldırıdır. Siz bizə bu məsələnin dərki daha rahatdır. İranda belə şeyi dalısında çox böyük bir səbəb axtarmadığında anlamaq olar. Elə sadə İranda hər gün gördüyümüz bikifayətlıq belə bir hətta dəhşət hadisələrə yol aça bilər. Amma bu cür bikifayətlığın bu səthini məxsusən diplomatik bir gərginliyə yol açan hadisədə xarici bir tərəfə açıqlayıb tozih vermək çox rahat deyil. Ona görə İran Azərbaycanla bu məsələni necə bərtərəf elədi bilmirəm, amma Tehran və Bakı xəttindəki rəqabət gərginliyin bir surət məsələni aradan qaldırmaq və ya məsələnin həllinin bir aparatı olaraq bir nəfər edam oldu, bunu yəqin deyə bilərik. Ay Xameneyi yenə söhbət buyurdu və vədə verdi ki, enerji həstəyi ilə bağlı daha sonra milləti aydınlatacaq. Sağ olsun, sayəsində biz elə aydınlaşırıq, baxmayaraq ki, zindicanlığımız qara günə oturub, o işin ayrı bir tərəfi, amma Bərkənbəh deyir ki, müzakirələrdə qənisazi məsələsi tabudur, İran bundan əqəb neşəyini eləməyəcək və müzakirələr olur, amma nəticəyə xətm olmasına umudu yoxdur. Xameneyi də deyir, mən bilmirəm, baxaq görək nə olacaq. مذاکرات غیر مستقیم بود، زمان ایشون هم بود، مثل حالا که هست. البته بدون نتیجه، حالا هم گمان نمی کنیم به نتیجه برسه. نمیدونیم چه خواهد شد. Çox həssas bir yerdəyik. Zahirən məxsusən Trumpın xəlicə olan səfərindən, ərəb ölkələri gəzməsindən sonra ümumi bir qənaət var. İki ana baxış bütün mediaya altdan üstdən oxuduğumuzda bu nəticəyə yetişir. İki ana baxış var. Bir bu iki Trump'ı razı edirlər ki, yaxşı, savaş istəmirsən, o zaman Cumhur-İslaminin
bəlli dərəcə nazımla oynayacaqsan, amma maksimum fişar ilə ola bildiyincə İranı həstəyi mənasında silah eləməyə çalışacaqsan. Buraya qədər də gələn səslər Vaşinqtondan göstərir ki, Tramp elə bu yöndə hərəkət edir. İkinci bir baxış da budur ki, tamam, İranla savaş istəmirsən, məsələn, ələviyyətin iqtisadidir, Trampa dedikləri. Amma bu ticarətin də, bu sərmayəgüzarlığın da birinci ana maddəsi etimad və əmniyyət olduğuna görə bu məntəqənin əmniyyətini bir-birinə qarışdıran İran məsələsini bir dəfəlik həll etməlisən. Milyardlarca dolar sərmayə gəlir. Hər iki tərəfin bir-birinə sərmayəgüzarlığı söz konusudur və İranın əgər qənisazı imkanı olursa, sabah bir gün yenə də heç bir qarantisi yoxdur ki, qeydib gəlib məntəqəni naəmn eləməsin. Bu olmasa da İran sözdə desə də mən qənisazı tamam eləmirəm. Nə bəlli ki, həstəyi silaha lazım olan miqdarda oradan-buradan qaçaq eləməsin, Kore Şimaldan oradan-buradan ya yox. Bu da işin ayrı bir çalışıdır. Amma hər halükarda indi müzakirələr bu yerə yetişib ki, Əraqçı deyir, gedib getməyəcəyimizə baxacağıq və indi Xameneyinin müzakirələrin ortasına, yoluna qoyduğu bu daşı baxaq görək birinci kim qaldıracaq? İran tərəfi yoxsa Amerika tərəfi? Fransanın və ya əslində dünyanın ən önəmli film festivallarından olan Cannes Film Festivalı bərgüzar olur. Bu ilin çox anlamlı və dəyərli bir İranlı qonağı var. Cəfər Pənahi İran sinemasının son illərdəki ağ üzü 15 ildən sonra bütün məhdudiyyətləri bir təhər oyan-buyan eləyib desək bəlkə daha doğrudur aşmaqdansa, nihayət ki gəlib Çənə gəldi və mərasimdə şirkət elədi və Heç Təsadüfi Sadə adında filmi də ekran oldu. Hünərlə ilgilənən xəbərlərə baxdığımızda izləyənlərin çox aşırı bəyəndiyini görürük. Məmul rivalın üstündə Cəfər Pənahiyə bir vaxt ayrıldığını da görürük. Amma Pənahinin film ekranından sonra dedikləri də, cümlələri də, daha sonraki müsahibələri də çox-çox anlamlıdır. Bu kişi rəsmən İran sinemasının ağ üzüdür. Qorxaqların cəsarət mənbəyidir. İranda son illərdə nə hadisə olursa olsun, heç olmasa mərkəzi mənada, tabii ki bu şeylərdən təmin olmayanlar var. Biz də onlardan biriyik. Bu işin ayrı bir tərəfi vazgeçilməyəcək, ayrı bir tərəfi, amma ümumi İran fəzasında məşru sayılan hadisələrdə Cəfər Pənahi hər zaman millətdən yana səsini çıxartıb etiraz edənlərdən biridir. واقعیت اینه که الان یه حس عجیبی دارم. روزی که آزاد شدم از در زندان اومدم بیرون، دیوار بلندی رو دیدم. بعد نمیدونستم چیه، خوشحال باشم ناراحت باشم، چون پشت اون دیوار دوستان عزیزی بودن، زندانیانی بودن که الان اون پشت بودن. با خودم میگفتم من این بیرون چیکار دادم؟ درسته من اینجا هستم، ولی بسیاری از سینماگران ایران مشکلات دارن. بسیاری از اونها ممنوع کارن، به خصوص خانم هایی که همراه مردم بودن در جنبش مهسا. بسیاری از اونها رو ممنوع کار کردن فقط برای اینکه همراهشون بودن. بازیگرای بزرگ سینمای ایران. اجازه میخوام امشب این نمایش رو تقدیم کنم به این عزیزان و به تمام هنرمندانی که ناخواسته از ایران تبعید شدن. Cəfər Pənahi dedi ki, mən bu mərasimdən sonra bilavasitə İrana gedəcəm. Bu da bu kişinin nə qədər mübarizədə xətt-i müqəddəmlə mübarizədə israrcı olduğunu göstərir.
Buradan da Cəfər Pənahiyə salam olsun deyirəm. Həftənin olaylarını qısaca xülasələməyə çalışdım. Yaxşı ki varsınız, yaxşı ki izləyirsiniz. Səsim biraz tutulmuşdu. Lütfən bağışlayın bunu. Şirin çay izlədiyiniz üçün təşəkkür edirəm. Lütfən bizi sosial mediada, məxsusən YouTube-dan təqib edib nəzərlərinizi sansursuz yazmağa davam edin. Sağ olun, sağlıcaqla qalın. Şirin çayla qalın.